Bismillah. Bürclərin 19 yanvara ən düz proqnozu. Qoç, pul və işlə bağlı sevindirici xəbər ala bilərsən. Gözlənilməz fürsət çıxacaq, tələsmədən qərar ver. Buğa, maddi baxımdan güclü gündür. Köhnə borc və gözlənilən ödəniş gələ bilər. Özünə inam artacaq. Əkizlər, söhbətlərdən uzaq dur. Pul məsələsində ehtiyatlı ol. Ani xərclərdən qaç. Xərçəng, ailə və evlə bağlı xeyirli xəbər var. Maddi rahatlıq yavaş-yavaş başlayır. Şir, şans səndən yanadır. Yeni iş əlavə gəlir və gözlənilməz təklif gələ bilər. Qız, planlı olsan pul baxımından irəliləyiş əldə edəcəksən. Səbir bugün əsas açardır. Tərəzi, gözlənilməz xərclər çıxa bilər, amma qorxulu deyil. Axşam saatları daha uğurludur. Əqrəb, güclü enerjin var. Pul və iş və şəxsi məsələlərdə üstünlük səndədir. Şanslı gündür. Ox atan yeni ideya gətirə bilər. Risk etməzdən əvvəl yaxşı düşün. Oğlaq, zəhmətinin qarşılığını almağa başlayırsan. Maddi yüksəliş görünür. Dolça, sürpriz xəbər və ya gözlənilməz qazanc mümkündür. Gün sənin xeyrinə işləyir. Balıq, daxili hisslərinə qulaq as. Pul məsələsində doğru qərar verəcəksən.